Selamlar. Azərbaycan 100 ildən çoxdur ki, istibdad və istismara qarşı savaş aparmaqdadır. Millətimiz azadlıq, ədalət və milli hökumətinin bərpa edilməsi bu savaşda bir çox başarılara qol çəkmiş olsalar da, amma hər zaman da baskılara məruz qoyulmuşdurlar. Çağımızda və günümüzdə bu savaşın yükünü Güney Azərbaycan Milli Hərəkəti və onun fəalları daşıyırlar. Son aylarda bir çox milli fəalımız tutuklanmış, işgəncələrə məruz qoyulmuş və bir çox ondan da hala xəbərsizlik davam edir. Onlardan İbrahim bəy Rəşidi, Salih bəy Molla Abbasi, Məhmud bəy Ocaqlı, Əsqər bəy Fərəzi, Əli bəy Rəzizadə və elimizin şəni Milad Cəlilidir. Və yürüş, milli hərəkətimizin ayəti və nişanəsi. 90 günə yaxındır yürüş, infiradidə işgəncələr altındadır və ondan xəbərsizlik davam edir. 90 günə yaxındır yürüş, artıq tək başına dimdik ayaqda rejimə qarşı meydan oxumaqdadır və 90 günə yaxındır ki, yürüş əlbəttə ki, hər gün beynində bu keçmişdir. Mən bu millətin igid oğlu, tutsaqlam, zindandayam, işgəncələrə məruz qoyuluram, olsun, dışarıda da mənim səsimə səs verənlər vardır. Dışarıda da mənim savaşıma davam edənlər vardır. Harayıma haray verənlər vardır. Xeyr və şər arasındakı olan savaşda tərəfsiz olmaq olmaz. Orta deyə bir şey yoxdur. Tərəfini seçməlisin. Ya şər tərəfində durmalısan, qarşımızda savaşacaqsan, ya xeyr tərəfində duracaqsan, mübarizlərinin səsi olacaqsan. Mən Əmir Mərdani, Azok qrupun sözcüsü, həm öz tərəfimdən, həm təşkilatımızın tərəfindən bütün vücudumuzla bu igidlərimizin azad olunmasının tələbini istəyib, bu yolda bütün var-yoxumuzla savaşmaya hazırıq. Tutuklu milli fəallarımızın azad olunması bir an gərəklidir və gərəkirsə, o milli fəalların azad edilməsi üçün və dolayısıyla millətimizin azad edilməsi üçün hər bir işə də hazırıq. Artıq milli fəallarımızın azad buraxılmaq vaxtı çatmışdır. Sən də tərəfini seçməlisən.